sizə yıxıldığım pləkəni göstərim. Baxın, bu iki pləkənin arasından oradan iki arasından çok uzatmışlar. Üstündə sementlenmişler. Da Si parkında. Və bu hissə də dövlətindir də, yəni. Baxın, orada Subanın elə qalığı da qalıb. Yox, daşdır. Ötüblər onu, kəsdilər sonra. 29 icra başçısı gəldi, dedi ki, kəssinlər. Dekabrın 30'u bunu düzəltdilər. Onda elə düzəldiblər ki, nə vaxt olub? 2 ay keçməyib, alabaşına filbaşına elə düzəldilib ki, onsuz da bərbad vəziyyətdədir. Hakimiyyəti deyir ki, mənə elə gəlir ki, Elşad müəllimin xəbəri yoxdur. Çünki nə SMM-ləri, nə də ki, şikayətə baxanlar ona demir heç nəyi. Deyir ki, gəh deyirlər 26-cı ildə bura remont olacaq. Mən də sizə deyirəm ki, bura Fərhad Hacıyev baxır. İcra nümayəndəsinin başçısı. İşçidə sizindir. Sahədə MTK yoxdur indi, MMC-də kommunal MTK-lar artıq evləri təşkil etdiyi üçün MMC oldular, kommunal xidmət göstərilir. Yəni ki, bu ərazi də dövlətin ərazisidir. Yəni görmürdü bunu Fərhad Hacıyev, tam da sizin səlahiyyətinizin içindədir. Fərhad Hacıyev sizin işçinizdir, sizin əməkdaşınızdır və bu yerdə dövlətin idi. Fərhad Hacıyev nəzarət edib, Elşad Həsənova və digər məsul vəzifəli şəxslərə deməli, gəlib buranı güdməli deyildi. Amma Elşad müəllim indi Fərhadın başına el dili ilə desək, sığal çəkir. Bəlkə Elşad müəllimin xəbəri yoxdur, amma fakt odur, necə bura nəzarətdə olan, necə bura təyin olunmuş məsul şəxs, yəni ki, bura nəzarət etmək üçün Fərhad Hacıyevdir. Mən də yönləndirirəm şikayətlərimi Elşad müəllimə. İndi göstərirlər, ona göstərmirlər, ona bilmirəm. Hüseyin Əfəndiyev də ağzına gələni yazır. Gəl səlahiyyətlərimizdə deyil. 26-cı ildə mənim sizə şikayətim Fərhad Hacıyevdəndir. O da sizin əməkdaşdır. Deyirəm ki, niyə nəzarət etməyib? Nə deyirəm artıq? Utanmadan da yazırlar ki, vətəndaşın şikayətləri müsbət təmin olundu. Nəyə müsbət təmin olundu? Fərhad Hacıyeva hələ cəza verməmişsiniz. O müsbət həlli tapmayıb. Yalan danışmaq lazım deyil. Hökuməti yalandan deyib ki, təmin olundu, filan bir məkan şikayətlə. Nəyə təmin olundu? Bir dənə pləkəni düzəltmişsiniz. Mən yıxılandan sonra onsuz mən bu pləkəndən keçmirəm. O bir. İkincisi də ki, Fərhad Hacıyev hələ də cəzası qalıb, şikayətlərim təmin olunmayıb. Yasamal rayon icra hakimiyyəti isə prezidentə, prokuraturaya və digər ali qurumlara, dövlət orqanlarına yalan məlumat verir. Bu özü də artıq cinayət sayılır.